Azərbaycan kişiləri dünyada 4-cü yerdədir. World Population Review tərəfindən yayımlanan məlumata görə Azərbaycan kişiləri orta testosteron səviyyəsinə görə dünyada 4-cü pillədə qərarlaşıb. Statistik göstəricilərə əsasən ölkədə kişilərin orta testosteron səviyyəsi 740 nanoqram desilitr təşkil eləyir. Reytinq cədvəlinə Özbəkistan liderlik edir. Bu ölkədə kişilərin orta testosteron səviyyəsi təxminən 780 nanoqram desilitr olaraq qeydə alınıb. İkinci yerdə Xorvatiya qərarlaşıb. Burada göstərici 760 nanoqram desilitr civarındadır. İlk üçlüyü Kamerun tamamlayır. Siyahının 5-ci pilləsində Monqolistan yer alıb. Bu ölkədə orta testosteron səviyyəsi 720 nanoqram desilitr təşkil edir. 6-cı sırada isə 710 nanoqram desilitr göstəricisi ilə Efiopiya qərarlaşıb. Mütəxəssislər testosteron səviyyəsinə genetik qidalanma, həyat tərzi və fiziki aktivlik kimi amillərin təsir etdiyini bildirir. Qeyd olunur ki, testosteron səviyyəsi kişi sağlamlığı, əzələ kütləsi, enerji və ümumi fiziki vəziyyətlə sıx bağlıdır.